Dünyanın müxtəlif meteoroloji mərkəzləri 2026-cı ilin yayının son illərin ən isti mövsümlərindən biri ola biləcəyi barədə xəbərdarlıq edir. Avropa və Asiyada temperatur rekordlarının yenilənəcəyi ehtimalı müzakirə olunur. İqlim mütəxəssisləri bildirirlər ki, xüsusilə Avropada istilik qübbəsi adlanan atmosfer hadisələri uzun müddətli və güclü isti hava dalğalarına səbəb ola bilər. Son proqnozlara görə Qərbi və Mərkəzi Avropada temperatur normadan 10-16 dərəcə yüksək ola bilər. Bəzi bölgələrdə 40 dərəcəyə yaxın istilər gözlənilir. Meteoroloqlar bunun həm iqlim dəyişikliyi, həm də okean sularının rekord dərəcədə isinməsi ilə əlaqəli olduğunu bildirirlər. Mütəxəssislər vurğulayırlar ki, Avropa hazırda dünyanın ən sürətli isinən qitələrindən biridir. Hesabatlarda son illərdə quraqlıq, meşə yanğınları və uzunmüddətli isti hava dalğalarının kəskin artdığı qeyd olunur. Azərbaycana necə təsir edə bilər? Sinoptiklərin fikrincə qlobal istilik dalğaları Azərbaycandan da yan keçməyə bilər. Xüsusilə iyul və avqust aylarında Bakıda və Aran rayonlarında temperaturun normadan yüksək olması ehtimal edilir. Bəzi günlərdə 40 dərəcəyə yaxın isti hava müşahidə oluna bilər. Uzun müddətli istilər su qıtlığı riskini artırar, kənd təsərrüfatına mənfi təsir göstərər, elektrik enerjisi sərfiyyatını yüksəldə bilər. Həmçinin yaşlılar və xroniki xəstəliyi olan insanlar üçün təhlükə yarada bilər. Quraqlıq riskinin artması xüsusilə əkin sahələri üçün narahatlıq yaradır. Beynəlxalq proqnozlarda Şərqi Avropa və Qafqaz bölgəsində yaz aylarında yağıntının azalması ehtimalı da vurğulanır. Həkimlər isti havalarda günün ən qızmar saatlarında açıq havada uzun müddət qalmamağı, bol su içməyi və gün vurma riskinə qarşı diqqətli olmağı tövsiyə edirlər.